Bitkilərlə, necə bitkilər? Razmarinlə, gizitkenlə yuyuram. Danışın da bizə Elnur bəy, bir bazı danışın. Saçı tökülənləri burada 1, 2, burada var, 3. Sizə heç də kömək eləməyəcək. Sizə rozmarin də kömək eləməyəcək. Var burada, Turan bəy var. Nə eləmək lazımdır? Necə eləmək lazımdır ki, saçlar qüvvətli, güclü qalsın? Razmarinlə gizitken Azərbaycanda bitir. Bəli. Onu toplayıb qurutmaq lazımdır. Qurutmaq. Bəli. 48-72 saat bəs eləyir qurudulmasına. Hara qoyub qurudaq yəni onu? Belə qoyun açıq havada da quruda bilərsiniz. Eyvanda qoyub quruducular var. Bəli, eyvanda da olur. Ən rahat. Və həmin bitkiləri götürüb qurudulmuşunu hərəsindən 100 qram götürüb 1 litr qaynar suda dəmlənilir. Dəmləndikdən sonra həmin alınmış məhlul Qaynatmaq lazımdır, yoxsa sadəcə qoyursunuz? qaynar suda dəm alır. Hə, qaynar suda. 25-20 dəqiqə civarında dəmlənsin, amma qaynayan su hamamında. Yəni vamxodda qalsın, dəmlənsin. Sonra alınmış o 1 litr su götürülür, bir qaba qoyulur və saç yuyulduqda saçın dibinə püskürdülür. Yəni saçlarım sonda sizinki kimi olacaq ki, istəmirəm. Belə olacaqsa istəmirəm. Siz onda belə eləyin. Gizgəni oradan çıxardın.